Ərəstun bəy zəng eləyib. Alo. Salam aleyküm Qurban bəy. Salam Ərəstun bəy, necəsiz? Keyf zəhvalınız. Buyurun. Efirdəsiz. Keyfim pisdir. Çünki Vüqar bəy mənim üçün həqiqətən çox prinsipial, dəyərli bir insandır. İndi sizin o bacıoğlu dayı ilə münasibətləriniz var. Əvvəl də demişəm, onun mənə aidiyyəti yoxdur. Çünki mən Vüqar bəyi obyektivliyinə görə, cəsarətinə görə həmişə qiymətləndirmişəm və bir 10 gün əvvəl də bizim telefon söhbətimiz oldu, zəng eləmişdi. Və həqiqətən bugün çox məyus oldum. Çünki mən ona açıq şəkildə dedim ki, Vüqar bəy, sizi tutacaqlar. Vüqar bəy belə düşünürdü ki, əgər o ölkə başçısına toxunmursa, onun fəaliyyətini tənqid eləmirsə, qalan bütün eybəcərlikləri açıb göstərməklə siqnal verir. Tanış ifadədə. Siqnal verin sözünün, çağrışının mənası budur. Siqnal verin, görək kimi tutmaq lazımdır. Yəni, özünüz göstərin də, biz axtarmayaq, əziyyət çəkməyək. Və Vüqar bəy də təəssüf ki, siqnal verirdi. Mən izləyiciləri də salamlayıram və hər kəsə bunu demək istəyirəm ki, Vüqar bəyin Ramiz Mehdiyevlə, nə bilim, kimlə bağlanması, bu artıq gülünç bir şeydir və çox təəssüf edirəm ki, Azərbaycanda məhz bu dəqiqə Vüqar bəy aparıb Ramiz Mehdiyev çətəsinə bağlayanlar, o çətə bilmirəm hələ var ya yox, o başqa sualdır, jurnalistlərdir. İndi Qurban bəy, sizə bir təcrübəli siyasətçi, hüquqşünas, nəhayət bir dünya görmüş bir ağsaqqal insan kimi bir sualım var. Vüqar Tofiqoğlu hansına ki gündə 15, uzağı 20 min adam baxır. Və deməklə ki, ölkədə dabaq xəstəliyi var, nəyin sayəsində bu baş verib, o baytarlıq xidmətinin bütün çirkinliklərini açıb ortaya qoymaqla, gömrük komitəsi, ondan sonra İqtisadiyyat Nazirliyi, bunlar, yəni bu mənim hələ gördüklərimdir. Bu barədə də yazmışam Facebook hesabımda. Ölkədə bu mu çox gərginlik yaradır, sosial gərginlik və dövlət orqanlarını etibarsızlaşdırır, yoxsa bir sürü jurnalist adına, media adına fəaliyyət göstərənlərin 2 həftədir xalqı təhdid eləməsin ki, ölkədə çevriliş hazırlanırmış. Bunun hansı daha böyük? Təbii ki, ikincisi, əslində baxsaq, ölkədə ictimai rəyi yanlış yönləndirən bəli, həmin o saytlardır, televiziyalardır, jurnalistlərdir, xüsusi tapşıqla idarə olunan adamlardır, robot kimi. Nə deyirlər, onu eləyirlər. Və o adamların əli ilə bir ölkədə vətəndaş müharibəsi salmaq olar, dövlətə də çox ciddi problemlər yaratmaq olar. Bugün 2 nəfər həbs olunub da, bilirsiniz. Balakən icra başçısı və Vüqar Məmmədov. Sizə elə gəlmirmi ki, bu çevriliş isteriyasını yaradanlar medianın əlindən. Xahiş edirəm, hər kəs media sözünü dırnaq arasına alsın, çünki o media fəaliyyəti deyil. Şərləmək, böhtan atmaq, insanlara ləkə yaxmaq, bu media fəaliyyəti deyil, əzizlərim. Bunun media ilə aşağı yuxarı heç bir əlaqəsi yoxdur. Medianın 3 mühüm funksiyası var. Maarifləndirmə, məlumat vermə və hadisələri insanlara zamanında çatdırmaq. Və yaxud hansısa kritik situasiyalarda davranış qaydalarını çatdırmaq. İndi diqqət yetirin Qurban bəy, nə alınır? Sizə belə gəlmirmi ki, sabah bu isteriyanı aradan qaldırmaq üçün, bunu belə deyək, qapatmaq üçün, elə məhz bu kimlər ki istifadə olunub, onların özlərini həbs edəcəklər. Eləyə bilərlər. O Ramiz Mehdiyev oyunbazlığına son qoymaq üçün bəli, çox ağıllı ideyadır. Eləyə bilərlər. Amma mən burada hamının qarşısında deyirəm, bəlkə məni qınayacaqlar buna görə.
Mən də inanıram ki, kimlərsə mütləq həbs olunacaq, hansısa saytlar bağlanacaq, hansısa kanallar bağlanacaq, mütləq bu olacaqdır. Mən istəmirəm kimsə həbs olunsun. Hətta o, bax, Vüqar bəy kimi, digərləri kimi insanlara qarşı yaramazlıq edənlər belə. Niyə istəmirəm? Çünki hər bir həbs, birincisi həbs yaxşı bir şey deyil də. Yəni, siz həbs görmüş insansınız. Ailə faciəsi də istənilən ailə üçün böyük faciədir. Bəli, və bunun bir qolu da cəmiyyət üçün faciədir. Çünki istənilən halda danışan səslərin susturulması qorxu yaradır, xof yaradır. Və bu da ediləcəkdir. Bu mütləq ediləcək. Mən o adamları da müdafiə edəcəm. Niyə eləyəcəm? Dediyim səbəbdən. Baxmayaraq ki, onlar öz əməllərindən, bax, bugünkü fəaliyyətlərindən, bundan əvvəlki fəaliyyətlərindən, yadınıza gəlir o onlarla, yüzlərlə dindarın şəklini yerləşdirib, adını yazıb, dövlətə xəyanətdə, casusluqda ittiham edirdilər və sonunda onların demək olar ki, hamısı narkotik, saxta narkotik ittihamından həbs olundu, mühakimə olundu. Biz insanlarımıza bir şeyi çatdırmalıyıq ki, onlar bax, bu media resurslarını etibarsızlaşdırma yolunu tutsunlar, ignor eləsinlər, oxumasınlar, baxmasınlar onların verilişlərinə. Çünki bu verilişlərin, bu fəaliyyətin hədəfi insanların beynidir. Məhz insanların beynidir. Bilirsiniz, bir dəqiqə Azərbaycanda nə qədər səmimi olaraq, bax, səmimi olaraq, mən bunu xüsusi vurğuluyuram. İnsanlar var ki, onlar vətənpərvərlik hissinə qapılıblar. Kimin təbliğatından? Vətəni dağıdan, talayan, məhv edən, insanlarını didərgin salanların təbliğatıyla. Görün, necə dəhşətli bir silahdan istifadə olunur Azərbaycan xalqına qarşı. Biz ona görə insanlarımıza birinci onu aşılamalıyıq ki, bu media deyilən qurumları ignor edin, yəni onları inkar edin, baxmayın, oxumayın. Çünki onlar sizin beyninizi, sizin şuurunuzu hədəf alırlar və onu yanlış istiqamətə yönəldirlər. Onu yanlış düşünməyə məcbur edirlər. Və indi də o mövzu qapanmağa doğru gedir. Görmək istəyənlər bunun izahını, üzr istəyirəm, reklam kimi çıxmasın. Bugün mənim video çıxışım olub, Ərəstun Orucunun kanalı, o kanala baxın. Düzdür, kanala artıq həmən məhdudiyyət tətbiq ediblər. Cəmi 3500 ya 3600 baxış mənim kanalımda olub. Qurban bəy sağ olsun götürüb onu Azərfilmdə həmin çıxışı paylaşıb və orada artıq 15 minə səhv eləmirəmsə yaxınlaşır. Hansı ki, bundan əvvəlki çıxış bərabər səviyyədə hər iki kanalda 40 min baxılmışdır. Yəni, sözüm nədədir? Orada mən izahat vermişəm ki, bax, bu Mehdiyev söhbəti, bu çevriliş söhbəti nədir? Bunun arxasında nədir o? Əlbəttə, mən mütləq həqiqətə iddialı deyiləm. Öz baxışımı, öz dəyərləndirməmi təqdim eləmişəm. Məsləhət bilərdim dostlara ki, baxsınlar ona. Mən orada izah eləmişəm ki, bu nə məsələdir? Çevriliş söhbəti və bu nə ilə bitəcəkdir? Və niyə ölkədə çevriliş hayküyü qaldırılsa da, çevriliş zamanı və yaxud çevriliş təhlükəsi zamanı atılmalı olan addımların heç biri atılmır. Burada onun izahını vermişəm. Kifayət qədər açıq aydın. Ona görə mən bir şey demək istəyirəm. Heç olmasa arada bir şey kəlmə yazsınlar. Vüqar bəyə azadlıq. Nə bilim, o biri jurnalistlərə azadlıq. Qoy görünsün ki, cəmiyyətdə bir etiraz var. Pasiv etiraz da olsa, aktiv etiraz olmasa da hər halda bir etiraz var. Nə qədər ki, etiraz görmürlər, bütün bu həbslər, bütün bu şərləmələr, bütün bu oyunbazlıqlar davam edəcəkdir. Ərəstun bəy, bir sual vermişsiniz, fikrinizi yaddan çıxartmayın. Buyurun, əlbəttə. Yox, mən bitirdim faktiki. Buyurun. Deyirlər ki, Ramiz Mehdiyev çeviriş edəcəkdir. Ramiz Mehdiyevin qızı vəzifədə, oğlu vəzifədə, kürəkəni vəzifədə, arvadı vəzifədə, nəsli nəticədə vəzifədə, iti pişiyi, insanları da vəzifədədir. Bu adam
dövlət çevriş eləyib, nə eləməlidir ki? Bu öz uşaqların devri, bu öz qohumların devri, öz kadrların devri. Daxildə naziri Vilayət Eyvazov onun şəxsi kadrı. Nə qədər icra başlarının kadrları, hamısı da bu deputatların 90%-ni o təyin eləmişdi. Bu nəyə devirəcək ki? Başa düşmədim. Daha nə eləməlidir ki? Əslində siz sualın cavabını verdiniz, özünüz də bəlkə diqqət yetirmədən. Əgər bir adam çevriliş həyata keçirməkdə davamlı şəkildə 2 həftədir ittiham olunursa və onun ailə üzvləri hələ də vəzifədədirlərsə, deməli bu ən belə primitiv, ən belə bayağı bir yalandır və başqa heçdir. Xalqı ələ salırlar. Bəli, onlar məhz xalqı ələ salırlar. Bəli, məhz bu eksperimentdir və bu eksperiment də çox pis nəticə verəcək. Qaldı, mənim buradan bir mesajım var. Bilirəm ki, Azərfilm'i də daim izləyirlər. Mən belə iddialı deyiləm ki, yaydığım yayımlara və yaxud çıxışlarıma 10 minlərlə insan baxsın. Yox. Lazım olan adamlar baxır, narahat olma. Əsas odur. Bəli, elə bunu demək istəyirdim. Mənim mesajlarım sizədir. Və əminəm ki, siz baxmısınız, sizin xəbəriniz var. Olmasaydı, məhdudiyyət tətbiq eləməzdiniz. Təbrik edirəm. Heç olmasa izləyirsiniz. Bəlkə nəsə öyrəndiniz, bilmək olmaz dünyanın işini. Hərçənd deyirlər, 40-ında öyrənən gorunda çalar. Mən bilmirəm, 60-ında, 70-ində öyrənən harda çalar. Vüqar bəy Azərbaycanda ən vicdanlı, cəsarətli, bax, bu cinayətləri, bu əyrilikləri ifşa eləyən insanlardan biridir. Belə insanlar hər bir cəmiyyət, dövlət üçün həqiqətən yüksək dəyərdir. Özü də o qədər təvazökar insandır. Mesela sonuncu dəfə biz danışanda bu da bir ironiyadır. İlham Əliyevi məndən müdafiə eləyirdi. O qəlbən inanır, o qəlbən həqiqətən də səmimi olaraq inanır, ona görə məndən də arası yoxdur. O həqiqətən inanır ki, bir çox şeylərdə İlhamın xəbəri yoxdur, adı ətrafı eləyir. Qurban bəy, inanın, mən... Bu, istəyirəm şey deyirlərdi, Əvəz Zeynal'ı da belə düşünürdü. Əvəz bəy də elə düşünürdü, bəli. Bəli, Qurban bəy, mən çox üzr istəyirəm. Buyurun. İndi sizin onunla konfliktiniz hər halda ictimailəşib də bu barədə, sizin də çıxışlarınız olub. Onun da, hətta sizin haqqınızda bilirəm ki, sizə çox qəzəblidir, müəyyən bu dediyiniz səbəblərdən və başqa səbəblərdən. Amma o qədər obyektiv danışırdı. O qədər ədalətli danışırdı. Mən həqiqətən belə bu xəbəri eşidəndə çox pis oldum. Həm ona görə pis oldum ki, ona xəbərdarlıq eləmişdim cəmi 9 gün qabaq. Həm də ona görə ki, belə bir insanı götürüb həbsə atırlar. Belə olmaz. Bu heç yaxşı istiqamətə getmir. Hələ heç bir ölkəni, heç bir dövləti, heç bir xalqı tarixdə düşdüyü ağır vəziyyətdən yaltaqlar, simasızlar, minüzü olanlar, iş verənlər, üzə duranlar xilas eləməyibdir. Tarixi öyrənin. Əziz dövlət rəhbərləri. Bir baxın, görün, ölkələri ağır durumdan çıxaran insanlar hansı insani keyfiyyətlərə malik olublar. Onları həbsə atmayın. Atmayın onları həbsə. Ölkə isə ağır durumdadır. Və ölkə batanda ən dərinə batan sizlər olacaqsınız. Çünki qalanlar artıq batıblar. Nəyi var? Batıbdır. Onların artıq batacaq yeri qalmayıbdır. İtirəcək heç nələr qalmayıbdır. Mən istəyirəm bunu başa düşsünlər. Mən bilirəm, yenə deyirəm, sizin Vüqar bəylə konfliktiniz olubdur, münasibətiniz yoxdur. Konfliktimiz olmayıb. Vüqarla indi kimsə demişdi, nə eləmişdi, o da mənim vaxtımda danışırdı, o mənim bacım oğuldu. Nə olur olsun, o təsibi itaatda it yeməyibdi. Mən Vüqarı bacım oğlu olduğuna görə yox, mən Azərbaycanda söz deyən, danışan bir dilin kəsilməsin əleyhinəyəm. Kim olur olsun, mənim düşmənim də olsa, adam səmimi olaraq iş aparırsa, danışırsa, mənim Əvəz Zeynali ilə də münasibətdə müharibə olmayıbdır ki. Mən onu apardığı işə görə dəyərləndirirəm. Onun şəxsi münasibətimizdə bizim problem olubdur. İstənilən bir adam Azərbaycanda bu gün millətin dərdini deyirsə, danışırsa,
qamçılıysa ona soğul demək lazımdır. Amma Vüqarın həbsi ilə birisi elə bil ki, Azərbaycanda bütün danışan dilləri kəsməyə çalışırlar. Ki, tənqidi yəni mətbuat olmasın. Tək o deyil. Ramiz Mehdiyev siyasıyla olan qalan müxalifəti də ləğv eləmək istəyirlər. Artıq Azərbaycanda müxalifət anlayışının özünü... Oxudum o yazını. O yazını oxudum. Axmağı biri təklif edibdi ki, AXCMR-nin müsavatı deyib birləri bağlamaq lazımdır. O Xanlar Vəliyevin saiti var, Mediaz dönəmlədir. Orada bir yazı yazıb. Mən oxudum, dəşdə gəldim. İnsanlar nə planlaşdırırlar, dostlar? İdeoloji təhlükəsizlik, sərhəd. Hazırlanıb, verilib o materiallar. Qurban bəy, o jurnalist ağlının məhsulu deyil ki. Düzdür, çox savadsız hazırlanıb, düzdür, çox biabırsız hazırlanıbdır. Kimsə Əli Kərimlini, İsa Qəmbəri, Arif Hacılını və yaxud başqa birini, Fuad Qəhrəmanlını sevməyə bilər. Amma bu partiyalarda yüzlərlə həyatını mübarizəyə həsr eləmiş, heç nəyə baxmayaraq bütün əzab işgəncələrdən keçən həmvətənlərimiz var. Biz bunu nəzərə almalıyıq. Bunların hər biri ədalət uğrunda mübarizədə səsdir. Bu səsləri susturmaq ölkəni uçuruma aparır. Ərəstun, mən üzr istəyirəm, tamaşaçılar bilmirlər ki, söhbət nədən gedir. Məsləhətcə vaxtınız varsa bir o barədə ətraflı danışın ki, tamaşaçı bilsin ki, onlar nə təşkil edirlər. Məlumat atıblar ki, güya əvvəla bu müxalifət deməli partiyalar əvvəl yazdılar AXCP və Müsavat Ramiz Mehdiyevin siyasətində olubdu. İndi də keçiblər adlara Əli Kərimlinin, Gültəkin Hacıbəylinin adı çəkilir. Amma təklif bundan ibarətdir ki, Azərbaycanda ümumiyyətlə müxalifət ləğv olunsun. Müxalifət ləğv olunsun, çünki o ölkədə bir necə deyim, sanki bir pozuculuq yaradır, bir pozucu faktordur. Bu çox dəhşətli bir şeydir. Bu artıq diktaturaya birbaşa aparan yoldur. Bəs yaxşı, siz dünən deyirdiniz ki, Ramiz Mehdiyevin güya yazdığı o sənəd, məktub, o diktatura yaratmaqdır. Siz özünüz neyinirsiniz? Görürsünüz, burada açıldı ki, bu təkliflə o məktub eyni başdan gələn məhsuldur. Eyni başdan, eyni təfəkkürdən, eyni zehniyyətdən. Budur məsələ. Artıq Azərbaycan dövləti çox təhlükəli bir mərhələyə qədəm qoydu. Dəyərli həmvətənlərim, mən bundan heç kəsi qorxutmaq istəmirəm, şantaj eləmək istəmirəm, heç belə bir niyyətim də yoxdur, heç o mənə heç nə vermir də. Amma doğrudan biz çox təhlükəli bir mərhələyə qədəm qoyduq. Və bu hamı üçün təhlükəlidir. Hər şeyini itirmiş, evinəcən itirmiş, Rusiyanın düzlərində qalmış Azərbaycanlı üçün də, İlham Əliyev üçün də eyni dərəcədə təhlükədir. Bax, bunu dərk eləmək lazımdır və bu yoldan qayıtmaq lazımdır. Dediyim kimi, dövlət ağır vəziyyətdə olanda, xalq ağır vəziyyətdə olanda bir dənə tarixdə mənə misal verə bilməzsiniz, nümunə verə bilməzsiniz ki, onu yaramazlar, ikiyüzlülər, satqınlar, işverənlər, xəyanətkarlar, üzə duranlar xilas edir. Xeyr, həmişə onu xilas edən fədakar, cəsarətli, qəhrəman, vicdanlı insanlar olubdur. Bu qədər, Qurban bəy. Təşəkkürlər. Çox sağ olun, minnətdarım, var olun, sağ olun. Mən Azərbaycan nümayəndəsi adından Ərəstun bəyə təşəkkür edəcəm, sağ olsun. Dostlar, bu haqqında bayaq Ərəstun bəyin danışdığı mövzu ilə bağlı əlavə eləmək istəyirəm. Söhbət nədən gedir? Deməli, bir böyük yazı hazırlanıb. Hal-hazırda bizim efirdə 3000 nəfərə qədər canlı izləyici var, 275 nəfər TikTokda, 2700-ə qədər də YouTube'da. Xahiş edirəm, bəyənin, paylaşın. Mən maddi yardım xüsusilə yaddan çıxmasın, dostlar. Böyle bir yazı hazırlayıblar. Onu Ərəstun bəy doğrudur qeyd elədi ki, dərhal baxan kimi görürsən ki, bu müəllif yazısı deyil. Və Xanlar Vəliyevin o saati ki var, o saatin səviyyəsi də, onun
yaradıcıların səviyyəsində biz bələdik, biz bilirik nədir. Ola bizim əleyhimizə ağızdağına gələn böhtanı yalan yazıb, vaxtı tərtər işində də cinayətkarları gizlətmək üçün dəridən qapıdan çıxırdılar, xeyri olmadı. Yəni o adamların savadı çatmaz ki o yazını yazsın. O yazı DTX-nın bəlkə də orada bir xüsusi siyasi orqanı var ki, alimlər yığışıb orada nəsə hazırlayırlar və yaxud da prezident aparatında bu nə döngədə var, strateji araşdırmalar mərkəzindədir. Güya o səviyyədə hazırlanan, oraya ötürülən bir yazıdır. Yazının qısaca mahiyyəti görün nədən ibarətdir. Deyir ki, biz dövlətin deyir sərhədlərini qoruduğumuz kimi quru sərhədlərini, onun mənəvi ideoloji sərhədlərində qorumalıyıq. Və ideoloji sərhədlər daha vacibdir, daha təhlükəlidir və s. və s. Nə deməkdir? Və bunlar ideoloji təhlükə deməli adı altında gəlib o nəticəyə çıxırlar ki, ölkənin daxilində güya bir dövlətimizi qorumalıyıq. Nə etməliyik? Bunun üçün də ideoloji sahədə pozuculuq işləri aparan bütün qüvvələr sıradan çıxarılmalıdır, deyir, əsaslanır və sonunda gəlir, qərar verir ki, AXCP müsavat ümumiyyətlə ləğv edilməlidir, qadağan edilməlidir ölkədə. Dostlar, siz mənim Əli Kərimli ilə də, İsa Qəmbərlə də şəxsi münasibətlərimizin hansı vəziyyətdə olduğunu bilirsiniz. Biz müxalifətdə bir-birimizdən didişə də bilərik, bir-birimizi ittiham ilə sürə bilərik. Amma elə dəyərlər var ki, orada o şəxsi münasibətlərin nəzərə alınması cahillərin işidir. Fikir verin. Adamlar rəsmən Şimali Koreyanı yaratmaq üçün Azərbaycanda təklif edirlər ki, bu partiyalar ləğv olsun. Ona görə deyil ləğv olsun ki, bunlar ölkədə daxilində ideoloji təhlükə yaradırlar. Nə deməkdir ideoloji təhlükə? Məsələn, AXCP nə ideoloji təhlükə yarada bilər ki? Müsavat nə ideoloji təhlükə yarada bilər ki? Bu adamlar olsa səni tənqid edirlər ki, eləyirlər ki, filan yerdə nöqsan var, filan şeydə belə var, filan şeydə belə çatışmazlıq var, bu rüşvətxordur, bu nə bilim, yalan danışıb, bəs tamam, tutadı getdi. Hətta bunlar real olaraq sənin hakimiyyətinə belə təhlükə yaratmırlar. Bu adamlar heç biri, nə AXCP, nə Müsa heç biri hakimiyyətə gəlmək iddiası belə ortağa qoymayıblar. Sənin üçün təhlükə yarada bilər. Əli Kərimli ilə mənim münasibətim pis ola bilər. Amma sən hansı ağılla təklif verirsən ki, partiyalar ləğv olmalıdır. Mən də əksinə deyirəm ki, doğrudan da o ideoloji, nə bilim, sərhədlər, ideoloji təhlükələr varsa, mən o təhlükəni səndən görürəm, yapdan görürəm. Sən mənim millətimin əxlaqını pozursan, milləti yaltaqlaq eləyirsən, qorxaq eləyirsən, yarınan eləyirsən, rüşvətxor eləyirsən, korrupsiya eləyirsən, sənsən, yap qadağan olunmalıdır. Düzdürmü? Azərbaycanın ən böyük ideoloji təxribat təhlükə hardan gəlir? Yoxdan gəlir. Hardan gəlir? Səudiyyədən gətirdiyiniz saqqalı ağlından 5 dəfə uzun olan adamlardan gəlir. Bunu xalq görür, siz nə oyuna varırsınız Azərbaycanda? Bunu hamı görür. Nə yaxşı onların qabağını kəsmirsiniz? Nə yaxşı onların haqqında bir kəmə demirsiniz? Sən buradan deyirsən ki, partiyalarla qoymalıyam. Vüqarın həbs olunması da dostlar, danışan dillərin kəsilməsi mi siyasətidir? Xof yaratılmaq ki, adam danışırdı, haqqı deyədə tutdular. Deməli, nə lazımdır? Haqqı demək lazım deyil. Danışma, östəlan. Yox. Bir vüqar tutacaq, 15 vüqar əmələ gələcək. Bu millətin sən düşünən beynin, danışan dillərin kəsib utara bilməyəcəksən. Onlar həmişə olub, yəni olacaq bundan sonra da.